İran ordusunun zabiti Ermənistanla birgə təlimlərin terrorla mübarizə məqsədi daşıdığını iddia edib. Bu iddia ilə Sepah quru qoşunlarının əməliyyatlar komandanının müavini briqada generalı Vəliyullah Mədəni çıxışı zamanı bildirib. Ermənistanla keçirdiyimiz sülh təlimlərinin məqsədi Norduz sərhəd keçid məntəqəsinin ətrafında şahid olduğumuz terrorizmlə mübarizədir. Qeyd edək ki, Norduz sərhəd keçid məntəqəsi Azərbaycanın Ordubad, Ermənistanın isə Meğri rayonu ilə sərhəddə yerləşir. Əgər İran Ermənistanla birgə sülh təlimi keçirirsə, burada müşahidə etdikləri terrorizm nədir və ya kimdir? İranlı zabit Azərbaycan silahlı qüvvələrinə mi işarət edir? Xatırladaq ki, hansısa Sepah generalının Azərbaycanı təhdid etməsi ilk hadisə deyil. Belə ki, Azərbaycan ordusunun Qarabağ və Şərqi Zəngəzur istiqamətində torpaqlarını uğurla işğaldan azad etməsindən sonra Sepah özünün Telegram kanalında mütəmadi olaraq Azərbaycana qarşı açıq hədə qorxu dolu mesajlar yayımlayır. Daha öncə Sepahın Təbrizdəki qüvvələrinin komandanı Hüseyn Pur İsmail Bakının İran əleyhinə bəyanatlarının arxasında İsrailin dayandığını iddia edərək Azərbaycanı açıq şəkildə təhdid edib. Dünyada terror təşkilatı kimi tanınan terrorçu qruplar siyasından çıxmağa can atan Sepah 24 mart 2024-cü ildə sosial media hesabında İran şimal sərhədində sionist ünsürlərin mövcudluğuna dözməyəcək deyə paylaşım edərək Azərbaycanı bir daha təhdid edib. Sepah tərəfindən səsləndirilən təhdid dolu açıqlamalar və yalan iddialar İran rejiminin regionda gərginliyi artırmaq üçün uydurduğu təxribat ssenarilərindən başqa bir şey deyil. Azərbaycan qonşuluq və sülh siyasətinə sadiq dövlətdir və regionda sabitlik və əməkdaşlığa üstünlük verir. İran rejiminin bu kimi avanturist yanaşmaları uğursuzluğa düçar olacaq.